Həyatda da nə yuvar yaşayırıq. Mən Seyid ocağına aparıb, bir arvad mama deyib ki, filan rayonda Seyid var, ağır Seyid. Apar o oğlunun yanına sağaldacaq. Mama dedim, imişli Seyidlə doldu. Mən orada nə işim var? Dedə də yox, arvad deyib ki, onun tüpürcəyinin dozası güclüdür. Təkmilləşib o. Pramuk qan dövranına daxil olur. Getdik bu Seyidin evini tapdıq. Seyidin. Qapını açıblar, əməllər açdı diaqnostikada. Xərçən xəstəsi qalmayıb Respublikada, tökülün bunun qapısına. Şəfa orada. Avtobusdan gəlib, bir dənə hava limanı çapır. Dedilər, oturun, ağa həkimə gedib, indi harada olsa gələcək. Sözə bax. Ağa mənə şəfa verəcək. Özü də həkimdədir. Mənimlə oturmuşuq qapıda, ağanı gözləyir. Ağa da mərkəzi xəstəxanada şəkər dərmanla ötürüb yeni raket kompleksi döyüş vəziyyətinə gətirir. Gitar arası raket. Gəldi, ağa gəldi. Gəldi. Nə dedi? Üzümə tükürdü. Mənə dedi ki, dedi Seyid, başqa dedim sənə. Mənə bir əlaz elə, bu bir yerdə diyana bilmir, bu ürəyə partlayır. Darıxır, ürəyə partlayır, özünü öldürmək istəyir. Mənə bir əlaz elə sənə deyib gəlmiş. Dedim, ağa, sənə tibb elmləri doktoru bilib gəlmişəm də, mən asosiasiyanın fəxri üzvü. Elimdə inqilab eləmiş bir adam kimi. Elimi müdafiə eləmiş bir adam kimi bilib gəlmişəm sənə. Üzümə tükürdü. Üzümə. Mənim deyir ki, Seyidimin başıdır. Başına tükür. Seyid də him gəzir, ölür tükürməkdəsən. Başıma tükürüb, tükürcəyim içində üzürə. Dedi, indi nə tərsən? Dedim, mən bu hələ indi tükürürsən, qoy canıma yayısın. Qoy canıma yayısın. Qoy bədənimə oturursun, bir qan dövranını da. Bir kursumu alacaq, girin bir günə qan dövranını daxil olur. Sən tükürcəyin peratonin dör. Sən yenə bir bərbər işləyə bilirdin. Sonra gedib gələndən sonra mən qaldım küçələrdim. O Seyidin tüpürcəyəcəyə düşmə.